8 İsmail İbrahimli, 9 David Volkov, 11 Martins Junior, 17 Ayron Gomis, 25 Enrique Custodio, 29 Ceyhun Nuriyev. Ötürme kapı karşısına. Boşta zərbə, qapı direği. Danilo Beskorovayne. İleri ötürme. Junior Martins. Yine topa çattı Junior Martins. Ötürme kapı karşısına. Herkesi geçir top. İsmet Aliyev ötürme gelir. Zərbə ve Mehdi Cənnətov. Bu ise bir qədər əvvəlki epizod. Rövlandan ötürme. İsmail'dan zərbə, Mehdi'den kurtarış. Gola yaxın oldu Zirə komandası. Mehdi Cənnətova imkan vermədi. Ceyhun Nuriyev. Nuriyev. Ötürme en sola. Junior Martins. Junior Martins. Mehdi Cənnətov. Topu ele geçirir. Kehat itirir topu. Ceyhun Nuriyev uğurladı. Nuriyev gözledi Junior Martins'i. Martins kapı karşı gönderilen top, zərbə! Kaçırır epizodu. Junior Martins'ten ötürme geldi. Keffel Resende'ye değer top. Bak bu da hemen epizod. Top indi Yankovic'den önde. Custodio. Aleksa Yankovic ötürmesi kapı karşısına. Roy Kehat. Yeniden Yankovic ötürme. Zərbə. Son anda Aydın. Aydın Bayramov. İzledi tekrarı Roy Kehat. Yankovic ve ardınca hatta orada Aydın'dan önce diyesen kapitan Qismət zərbənin qarşısında ötürmənin o həmin andakı dəqiqliyini oxuyub düzgün istiqamət seçdi və Murata. Ötürmə yeniden Masaki'ye. Bakır cəbə meydançasına, ötürmə kapı qarşısına. Uzaqlaşan top. Zərbə! Top kapıdan keçmir. Ninkovic. Bu da bir qədər əvvəlki epizod. Nikola Ninkovic çərçivəyə düşə bilmədi bu epizodda. Fikir verin, saxlamadan yaxşı zərbə indirmiş. Eldar Quliyev ötürməsini etdi Cinaha. Hücum devam edildi, zərbə gələ bilər. Rüffət Abdullazadə ötürmə kapı qarşısına. Və son anda yenə Mehdi Cənnətov. Bax bu da həmin epizod, yaxşı oynayır Rüffət. Ardınca üzünə dəyir top hətta, fikir verin. Leroy Mikels daha açıq mübarizə izləyir son anlarda. Eldar Quliyev. Rüffət Abdullazadə top sol ayağında. Rüffət zərbə indirir və Mehdi Cənnətov. İki gözəl hərəkət. İzləyirik təkrarı. Rüffətin zərbəsinə Mehdi'nin reaksiyası mükəmməl alınır. Küncdən zərbə yerinə yetiriləcək indi. Rüffət Abdullazadə sürət yığır, mərkəz xətti keçdi. 3'e 3 yakalayır Zirə komandası. Ötürmə sağ tərəfə. Leroy Mikels cəbə meydançasında. Mikels cəbə meydançasında rəqibini keçməyə çalışır, hərəkət topladı. Leroy Mikels iti bulacaq. Mehdi Cənnətov. Gima tekrar zərbə. Nələr qaçır nələr. Ricardo Martins. İzləyirik təkrarı. Leroy Mikels əla keçdi. Çox yaxşı keçdi. Mehdi Cənnətova imkan vermir. Və bu zərbə artıq bəlkə də son nöqtə idi. Top Sumqayıt futbolçularında. Adi vəziyyətdə top itkisi və əks hücuma çıxmağa çalışır indi. Zirə, Ricardo Martins. Ötürmə Leroy Mikels. Yenidən Ricardo'ya topu atmağa çalışdı, alınmadı. Artırılan 3 dəqiqə də başa çatıb. Son saniyələr görüşdə. Sarı vərəqə. Ricardo Martins'e bir qədər əvvəlki o çovunluğu unutmur Cavit Cəlilov. Sarı vərəqəsini göstərir və bu da maçın final fiti. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda sonu xüsusilə maraqlı keçən. Bax bu görüş Sumqayıt Zirə maçı golsuz bərabəri ilə bitir.